Hər birinizi salamlayıram əziz şagirdlər. Deməli, bugünkü mövzumuz Göytürk xaqanlığı olacaq və gəlin əvvəla biz xəritə ilə tanış olaq, daha sonra nəzəri hissəyə keçid edərik. Görürük ki, Göytürk xaqanlığı böyük bir ərazini əhatə edir. Onun şərqində nə görürük? Sakit okeanı görürük. Yəni şərqi Sakit okeanın suları ilə, qərbi isə Xəzər dənizi və Qara dənizin suları ilə yuyulurdu. Və bu böyük bir ərazi dövlətin idarə etməsində çətinlik yaradır. Yəni bir şəxs bu böyük ərazini idarə edə bilməzdi. Ona görə nə etmişdilər? Fərqli bir strategiya qurmuşdular. Dövləti iki yerə bölmüşdülər idarə etməsini. Deməli, şərq və qərb. Deməli, şərqə Xaqan başçılıq edirdi. Qərbə isə Yabqo və Xaqan birinci şəxs sayılırdı. Yabqo isə ikinci şəxs sayılırdı. Yadımızda qalsın bu da. Və biz danışacağıq birinci Göytürk, ikinci Göytürk dövlətlərindən. Amma istər bir olsun, istərsə də iki olsun, burada paytaxt dəyişmir. Paytaxtımız ötkən olaraq qalırdı. Sonra qeyd edirik ki, bunlar Aşina nəslindən, Aşina soyundan gəlirdilər və Jujan Avar dövlətinə tabe idilər. Bəs bu tabeçiliyi kim pozur? Bumun Xaqan pozur. 552-ci ildə üsyan qaldırır, bu zülmü sonlandırır və birinci Göytürk dövlətinin əsasını qoyur. Dövlətin banisi Bumun Xaqan olur. Və uşaqlar, deməli buna da diqqət edək. Çünki testlərdə görə bilərik. Deyir ki, Göytürklər Türk adını ilk dəfə rəsmi dövlət adı olaraq qəbul etmişdilər. Bu da ağlımızda olsun və deyirik ki, Bumunun dövründə dövlətin ərazisi xeyli genişlənmişdi. Bundan sonra hakimiyyətə gəlir Muğan Xaqan və birinci Göytürk dövlətinin ən qüdrətli dövrü də elə onun dövründə olmuşdu. Sonra deyirik ki, Çini asılı hala salmışdı. Buna da diqqət edirik. Çünki misal üçün oxşar cəhət, hansı hökmdarlarla oxşar cəhətli Çinin asılı hala salınması orada testlərdə önümüzə çıxa bilər. Yəni Muğan Xaqan Çini asılı hala salmış hökmdarlardan biridir və bayaq nə dedik? Şərqin idarəsi Xaqanda, qərbin idarəsi Yabqudaydı. Hal-hazırda Muğanın dövrünü danışırıq və Muğan şərqin idarəsindədir, qərbin idarəsində isə İstəmi Yabqu dururdu. Və deyirik ki, onların dövründə Xəzərlər Göytürklərə tabe edildi. Sonra nədən danışırıq? Bizans üzərinə uğurlu hücumdan danışırıq. Amma onlar fikirlərini dəyişirlər. Diplomatik münasibətlərə üstünlük verirlər. Niyə? Çünki ortaq düşmənləri var idi. Bu ortaq düşmən kim idi? Sasanilər idi. Bəs yaxşı, indi sual verərsiniz ki, Sasanilərlə dost idilər axı. Biz hətta dedik ki, onlar ortaq idilər. Getdilər Göytürk və Sasani birləşdi. Axun imperiyasını süqut etdirdi. Sonra biz danışdıq ki, Xorasan Sasanilərdə, Xarəzm Göytürklərdə qaldı. Bunlar axı dost idilər. Bəli, dost idilər, amma sonradan düşmənçilikləri başlayır. Niyə? Deməli, səbəb o idi ki, biz axı lap əvvəldə nə danışmışdıq? Demişdik ki, Axunlar Sasaniləri özlərindən asılı hala salmışdılar. Yəni, vəziyyət sonradan dəyişir. Bunlar gətirir, belə deyim də, Sasani Axunun süqut səbəbindən biri olur. Deməli, amma əvvəlcədən Sasani Axundan asılı idi. Eləmi? Deməli, Göytürklər bu asılılığı ortaya qoyur və deyir ki, sən əvvəl Axuna verdiyin xəracı indi mənə verəcəksən. Yəni, bu xərac məsələsi iki dostu düşmənə çevirir. Bəli, bunlar arasında müharibə baş verir və müharibənin qalibi kim olur? Göytürklər olur. Nəticədə isə Sasani Soqdiana vilayətini ələ keçirirlər. Daha sonra deyirik ki, Muğan və İstəminin dövründən, daha doğrusu ölümündən sonra Göytürkün varisləri arasında münasibətlər kəskinləşir, mübarizələr başlayır, ziddiyyətlər daha da artır. Və ziddiyyətlərin artmasının səbəbləri nələrdir? Bəs onlara gəlin baxaq. Deməli, yadınızdadır biz demişdik ki, Böyük Hun imperiyasının parçalanmasının səbəbi nə idi? Əsas səbəblərindən biri Çin şəhzadələri ilə evlilik. Görürsüz, Göytürkün də səbəblərinə, yəni belə ola bilər ki, oxşarlıq kimi düşər. Bəli, Göytürkün də parçalanmasının səbəblərindən biri
Çinlə yaxınlaşma idi. Başqa bir səbəb isə Buddizmi yaymaq. Elə bu da Çindən gəlir də. Yəni ümumiyyətlə Çinlə yaxınlaşma, Buddizmin yayılması, elə bu da Çinin təsirlərindəndir Buddizm. Deməli və belə deyim. Dövlətin parçalanması süqut səbəblərindən biri dini pərakəndəlik kimi götürürük. Hansı dövlətlərdə? Baxın, indi birinci Göytürkdə dedik. Başqa hansında demişdik? Axunda demişdik. Gələcəkdə deyəcəyik Uyğurlarda və Xəzərlərdə. Bu 4 dövlətin parçalanma və süqut səbəblərindən biri dini pərakəndəlik idi. Daha sonra davam edirik. Bu ziddiyyətlər Göytürkün parçalanmasına gətirib çıxardı. Şərqi və Qərbi Göytürkə parçalandı. Nə zaman? 6-cı əsrin 80-ci illərində. Və bundan istifadə edən Çin, çox məharətlə istifadə edən Çin, Şərqi 30-cu illərdə asılı hala saldı. 7-ci əsrin 30-cu illərində. Qərbi isə 50-ci illərində asılı hala salmışdı. Sonra deyirik ki, uşaqlar, Qərbi Göytürkün ərazisində Xəzər xaqanlığı yaranacaq. Avropa istiqamətində, yəni belə deyim də, bilirik də şərqi qərbi cəhətlərimizi bilirik. Xəzər xaqanlığı bizim şimalımızda, gözünüzdə canlansın deyə deyirəm, Xəzər xaqanlığı yarandı və biz elə ona görə Xəzərləri Göytürklərin varisi hesab eləyirik. Aha, daha sonra bu da dili qeyd olunubmuş. Daha sonra deyirik ki, Çin əsarətindən qurtulmaq üçün Kürşad üsyana qalxır. Düzdür, sonu məğlubiyyətlə nəticələnsə də yadda qalan üsyanlardan biridir. 639-cu ildə Kürşad üsyana qalxır. Üsyan baş verir. Bu 40 nəfərlik bir komandaydı, amma təəssüf ki, məğlub olur. Beləliklə, amma ikinci bir üsyan baş verir. Bu dəfəki üsyan daha mütəşəkkil idi. Kim tərəfindən qaldırılmışdı bu üsyan? Qutluk xan tərəfindən qaldırılmışdı. Bəli. Qutluk xanın üsyanı uğurla nəticələnir və Qutluk xan 2-ci Göytürkün əsasını qoyur. 1-ci Göytürkün əsasını Bumun qoymuşdu, 2-ci Göytürkün əsasını isə Qutluk xan qoydu. 682-744-cü illər isə onun mövcudluq dövrüdür. Deməli, 2-ci Göytürk dedik yarandı. Bayaq da qeyd etmişdik ki, Ötkən onun paytaxtı idi. Özünə sonradan Eltəriş ləqəbini götürdü. Eltəriş nə deməkdir? Xalqın xilaskarı belə adlanırdı. Və onun baş məsləhətçisi Tony Cook idi. Tony Cook indi qabaqda da deyəcək, tək yəni Qutluğun belə deyək baş məsləhətçisi olmayıb. Deməli, İltərişin hakimiyyətindən danışırıq biz. Deyirik ki, İltəriş bir dənə fərqli strategiya qurdu. Görmüşdük, yəni bilirdi ki, 1-ci Göytürkün süqut səbəblərindən biri nə idi? Yəni Çindən yaxınlaşmaydı, Çinli qızlarla, Çinli şahzadələrlə evlənməkdir. Qutluk dedi ki, mən bunu eləməyəcəm, mən türk qızı ilə evlənəcəm. Deməli, ondan əvvəlki varislərin, daha doğrusu ondan əvvəlki, yəni babalarının səhvini eləməyəcəyini dilə gətirmişdi. Daha sonra deyirik ki, Tony Cook da onun bayaqlarım qeyd etdik, baş məsləhətçisindən, yəni ən yaxını idi da, belə deyək, baş məsləhətçisi idi. Ondan sonra hakimiyyətə gəlir Qapağan xan, çünki Qutluğun oğulları Kültəkin və Bilgə balaca idi. Ona görə Qapağan hakimiyyətə gəlir. Qapağanın dövründə deyirik ki, yəni mühüm bir şeylər demirik. Elə deyirik ki, 2-ci Göytürk daha da güclənir, amma ən güclü, ən yüksək inkişaf dövrünü biz Bilgənin dövrü götürürük. Deməli, 2-ci Göytürkdə ən qüdrətli dövr Bilgənin dövrüdür. 1-ci Göytürkdə isə Muğanın dövrü idi. Yadımızda qalsın. Baxın, Bilgənin də baş məsləhətçisi Tony Cook olmuşdu. Deməli, Tony Cook kimin baş məsləhətçisi oldu? Həm Bilgənin, həm də atası Qutluğun. Sonra deyirik ki, Mərkəzi Asiyada olan türk tayfalarını Göytürk dövlətinə tabe etmişdi. Və bayaq nə demişdim? Ortaq düşə bilər. Çin üzərinə uğurlu yürüşlər. Deməli, hal-hazırda Muğan və Bilgənin oxşar cəhəti kimi götürə bilərik biz bunu. Burada Tony Cook haqqında məlumat verilib. O, belə deyək, türklərin Bismarck adlanırdı. Çox ağıllı
strategiya qururdu. Yəni belə deyək, çox uzaq görən idi də. Yəni misal üçün Bilgə fikirləşirdi ki, Çin tipində paytaxt qursun, sonra buddist məbədləri tikdirsin, amma Tony Cook buna icazə vermir. Sonra məsləhət görür ki, sən türk qızı ilə evlən. Yəni uzaq görən siyasəti var idi Tony Cook'un. Həqiqi məsləhətçi idi. Daha sonra deyirik ki, Tony Cook'un, Külticinin, Bilgənin ölümü artıq Göytürkün zəifləməsinə gətirib çıxardır və bu zəifləmədən kimlər istifadə edəcək? Uyğurlar. Uyğurlar 744-cü ildə Göytürk dövlətini süquta uğradırlar. Deməli, nə dedik? İndi ağlımızda canlandırırıq. Göytürk demişdik, qərbində Xəzərlər dövlət yaradacaq. Şərqində isə kim? Yerində, yəni süquta uğradıb Uyğurlar dövlət yaradacaq. Yəni xəritədə gözümüzdə canlansın deyə qeyd edirəm. Dərsimiz bu qədər. Ümidvaram ki, faydalı oldu. Diqqətlə oxusaz çətin dərs deyil. Hər birinizə uğurlar. Allah sizə açıqlıq versin.